Zərdabda da yağıntı ciddi fəsadlar törədib. Evlərə və həyətyanı sahələrə su dolub. Ən çox ziyan dəyən ərazilərdən biri rayonun Azərbaycan küçəsi olub. Binaların zirzəmlərdən su dolub, ərazidə avtomobillərin hərəkəti dayandırılıb, cəmaət evlərinə girib çıxa bilməyib. Bənzər vəziyyət Qumlu massivində və digər küçələrdə dolub. Aidiyyatı qurumlar suyun çəkilməsi və fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir. Həm bu Türyançay çayının, həm bu kanalizasiyanın suyu, yağışın yağması nəticəsində problemlər böyüyüb, çoxalıb. Burada yəni körpə uşaqlar var. Yəni biz özümüzü nəzərə almırıq, uşaqları alırıq ki, vəziyyət yaxşı deyil. Gecə yağdı, dolu. İçəridə görüb yarım metrə yəni su çıxıb qapıya. Yəni fövqəladə hallarında işçilər gəldi, bir köməkdarlığın bildi və biraz suyun səviyyəsi düşüb aşağı. Yəni belə giriş-çıxış belə evə yaxşı deyil də, yəni bir çəkmə ilə girib çıxırıq. 3-4 dəfə olub beləncə. Yəni bu səviyyədə olmayıb, bu səviyyə yəni bu dəfə lap güclü olub. Bir neçə yerdən suların çəkilib, boş ərazilərə vurulması təmin olunmuşdur. Hal-hazırda üstündən 14-15 saat keçməsinə baxmayaraq problemin bir qismi həll olunmuşdur, amma işlər davam etdirilir. Bu ərazilərlə bərabər, çox mənzilli yaşayış məntəqələrlə bərabər digər ərazilərdə də yağış suyuna fəsad vermişdir.